əmlak qiymətləri demişkən, elə Əmlak məsələlərində, əmlak məsələlərinin qiymətləndirilməsində daşınmaz əmlak alqı-satqısı edənlər üçün yeni imkanlar yaradılıb. Ədliyyə Nazirliyinin təqdim elədiyi süni intellekt dəstəkli xidmət sayəsində indi vətəndaşlar da, notariuslar da evin, torpaq sahəsinin və ya obyektin bazar dəyərini onlayn şəkildə hesablaya biləcəklər. Süni intellekt, yəni artıq daşınmaz əmlak sektoru. Artıq həyatımızın mərkəzindədir, deyə bilərik. Bilmirəm, nə dərəcədə real ola bilər ki, yəni yeri gəlmişkən realtorların bu məsələdən yəqin ki, heç də xoş olmadı, yəqin ki, bu məsələ olmaz. Təsəvvür edin ki, sadəcə əmlakın əsas məlumatlarını həmin proqrama ora daxil eləmək kifayət eləyəcək. Gəlin bu barədə Aysel Əliyeva maraqlı süjet hazırlayıb. Gəlin baxaq, yəqin ki, süjetdə həmin suallara cavab tapacağıq. Daşınmaz əmlak bazarında yenilik. Ədliyyə Nazirliyi süni intellekt dəstəyi ilə yeni qiymətləndirmə xidmətini istifadəyə verib. Artıq vətəndaşlar və notariuslar mənzil, torpaq və digər obyektlərin təxmini bazar dəyərini elektron qaydada öyrənə biləcəklər. Bakı və Bakı ətrafı rayonlarda əmlakın ehtimal olan qiymətinin çıxarılması üçün müxtəlif parametrlər istifadə edirik. Bu, əmlakın, daşınar və ya daşınmaz əmlakın xüsusiyyətlərindən asılı olaraq dəyişir. Nazirlik bildirir ki, sistem bazar elanlarını, əvvəlki alqı-satqı əməliyyatlarını və elektron notariat məlumatlarını analiz edərək təxmini qiyməti müəyyən edir. Yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı zamanı vətəndaşların əmlakın qiymətləndirilməsində çətinlik çəkmələri və ya notariat ofislərində notariusların təyin olunmuş alqı-satqı əməliyyatındakı qiymətlərin daha sürətli, şəffaf və dəqiq əldə edilməsi üçün bu xidmət istifadəyə verilmişdir. Bəs vətəndaşlar bu yeniliyi necə qarşılayır? Ağzında süni deyirsən, o nə vaxtdan doğru ola bilər? Əlbəttə ki, əvvəlki vaxtlar kimi olsa daha yaxşıdır. Mən heç xoşuma gəlmir. Süni intellekt elə başlı-başına buraxılan və onun verəcəyi qərara arxayın olunacaq bir hələlik, yəni o səviyyədəki bir prosedura deyil. Mütləq insan nəzarəti və dəstəyinə böyük ehtiyac var. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, süni intellekt qiymətləndirmə prosesində yalnız yardımçı rolunda çıxış edə bilər. Onun ortaya qoyduğu nəticə qiymətləndirmə hesabatının və hesablamaların nəticəsi kimi rəsmi xarakter daşımır. O yalnız yoxlama xarakteri daşıya bilər. Məsələn, əgər müvafiq bir istiqamətdə qiymətləndirmə sifarişi varsa, qiymətləndirici şəxs və yaxud da ki, qiymətləndirici təşkilat bu sifarişi icra edə bilər. Bundan sonra sifarişi verən tərəf nəticə ilə bağlı hər hansı bir şübhələrə malik olsa, süni intellekt tərəfindən bu nəticələr yoxlanıla bilər. Süni intellekt analiz və təhlillərin aparılması, yoxlama fəaliyyətinin təmin olunmasında qiymətləndiricinin işini asanlaşdıra bilər. Lakin sual yaranır. Daşınmaz əmlak bazarı sistemin təyin etdiyi bu qiymətlərə nə dərəcədə güvənə bilər? Mən bir mütəxəssis olaraq süni intellektdən istifadəni zəruri hesab eləyirəm, amma nəticə yenə də müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirici mütəxəssislərdən və qiymətləndirmə şirkətlərindən ibarət olmalıdır. Yəni, onların verdiyi rəy, son nəticə əsas kimi götürülməlidir. Xidmətdən istifadə üçün sadəcə notariat.az saytına daxil olmaq kifayətdir. Yeni yanaşma daşınmaz əmlak bazarında şəffaflığı artırmaqla yanaşı, vətəndaşların rahatlığına da xidmət edəcək. Maraqlı sujet idi, yeri gəlmişkən ilk dəfədir mən də eşitdim. Görək, yəqin ki, süni intellekt realtorlardan bir qədər insaflıqlar. Qiymət baxımından. Təbii ki, yəqin ki, məlumatlar toplanacaq, analiz ediləcək həmin süni intellekt vasitəsilə. Hətta mən bir qədər elə süni intellektin özündən soruşdum ki, bu necə işləyəcək bu proqram? O cavab verdi ki, hətta proqnozlar verəcək, yəni o qədər düzgün analizlər aparacaq ki, süni qiymət artımının da hətta bu qarşısını ala bilər. Doğru proqnozlar nəticəsində qiymətin artıb azalma ehtimalını da proqnoz edə bilir. Yəqin ki, insanlar mənə elə gəlir ki, amma burada insan faktoru həmişə lazım olacaq. Çünki elə məqamlar var ki, məsələn, qonşu məsələsi
onu heç vaxt süni intellekti Təbii ki, çox yaxşı. təmin edə bilmir və yaxud da həmin hansısa təmir məsələsinin Bəlkə səviyyəsi. binaya su fasilələrlə verilir, onu süni intellekt bilməyəcək. Bəli, elə məqamlar var ki, süni intellekt onu hesablaya bilməz. Çox yaxşı vurğuladınız. Bax, süni intellektin o qonşu məsələsini heç cür ayırır. Çünki ötən buraxılışlarımızın birində digər həmkarlarımız Günellə Anar bu məsələni kifayət qədər müzakirə elədilər, qonşu məsələsini. Doğru, istənilən halda elə qiymətləndiricilər cəmiyyətinin sədri Vüqar Oruc da bildirdi ki, bu bir tövsiyə xarakteri ola bilər. Yəni, insanda, yəni alıcıda bir fikir formalaşdıra bilər ki, yəni əraziyə görə qiymət neçəyədir. Təbii ki, biz bunu digər elan saytları ilə da, yəni yaxınlıqda olan sakinlərdən, ərazidə yaşayanlardan da təbii ki, biz bunu eləyə bilərik. Bunu fiziki formada biz ediriksə, bu təbii ki, vaxt deməkdir, əlavə resurs sərf olunması deməkdir, amma süni intellekt bu işləri sizin yerinizə görə bilər. Məncə burada daha çox obyektivlik təmin olunacaq. Yəni şəxsi maraqlardan daha çox obyektiv qiymətləndirmə olacaq. Yəni emosiyalardan asılı olmayacaq bu məsələ. Bəli, davam edirik hörmətli tamaşaçılar. Bir vaxt